Mən xüsusi anayam. 5 iyun 2020-ci ildə fərqli yumurta əkizlərim İnci və Sofiya dünyaya gəliblər və onların Down sindromu diaqnozu var hal-hazırda. Baxmayaraq ki, doğumdan əvvəl kiçik bir şübhələr olsa da biz bütün lazımi testlərdən, tibbi müayinələrdən, uzilərdən və s. keçsək də, yəni biz artıq sağlam bir övlad gözləyirdik. İnci və Sofiya həm mənim ən zəif nöqtəmdir, həm də ki, dərin bir güc mənbəyimdir. 4 övlad sahibiyəm. Son beşiklərim Dəniz və Damla xüsusi övladlardır. Onlar həm eyni yumurta əkizidirlər, həm də autizm spektr pozuntusu diaqnozu qoyulub. 3 gözəl qız övladı anasıyam. Nailə, Sara və Suada 13, 11 və 3 yaşlarındadırlar. Mənim ikinci qızım Sara bu dünyaya Down sindromu ilə gəlib. Ümumiyyətlə, xüsusi qayğıya ehtiyacı olan uşaq o deməkdir ki, digər uşaqların tələb etmədiyi, yəni burada həm yaşıdlardan söhbət gedir, qayğının və xüsusi bir diqqətə ehtiyac olmasıdır. Bu hansı ki, həm özünə baxım bacarıqlarında, sosial bacarıqlarında olsun, istər təhlükəsizlik və özünü müdafiə vəziyyətlərində olsun ki, əlavə bir xaricdən dəstək ehtiyacı olsun və bu dəstəkdir ki, uzun müddətli olsun. Bu vəziyyətlər xüsusi qayğıya ehtiyac olan uşaqların demək ki, sferasını yaradır ki, bu özü sfera 4 qrupa bölünür, 4 əslində istiqamətə bölünür. Bunlardan biri fiziki, xüsusi cəhətdən xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Digəri davranışsal, emosional və bir digəri sensor və bir digəri isə inkişafdır. Qısa bir məlumat vermək istəyərdim. İlkin olaraq daxil olan fiziki istiqamətdən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məsələn, əzələ distrofiyası olsun, serebral iflic olsun ki, bu istiqamətdə uşaqların hərəkət sistemində müəyyən qədər anomaliyalar meydana gələ bilər ki, əlavə bir dəstəyə ehtiyacı olsun bu istiqamətdə fəaliyyətinə. Məsələn, emosional və davranış sferasında xüsusi diqqətə dəstəyə ehtiyac olan uşaqlarda, məsələn, bunlara diqqət əksikliyi, hiperaktivlik pozuntusudur, davranış pozuntusu, bipolyar pozuntu, bu hansı ki, yeniyetmələrdə də rast gəlinə bilən bir diaqnozdur. Bu uşaqlarda yaranmış bir sıra davranış və emosional sferada olan problemlər uşaqların həm həyat keyfiyyətinə mənfi təsir göstərir, həm də şəxsiyyətlər arası münasibətinə mənfi təsir göstərir ki, buna əlavə bir dəstəyə ehtiyac yaranır. Çünki olmasa akademik fəaliyyətlərində belə ciddi demək ki, geriləmələr də müşahidə oluna bilər. Bir digəri sensordur. Buna hansı ki, qoxudur, daddır, taktil olsun, görmə və eşitmə və yaxud da ki, məkan və bədən fərqindəliyi olsun ki, burada sistemdə hər hansısa bir anomaliyanın olması demək ki, fərddə müəyyən bir xaricdən dəstəyə ehtiyac ola bilsə ki, məsələn, görmənin ümumiyyətlə olmaması və yaxud da ki, zəif olması və yaxud da eşitmənin zəif olması hallar ola bilər. Amma bu sistemdə ən böyük sferaya daxil olan ən böyük ehtiyac halı inkişaf sferasıdır ki, burada məsələn, Down sindromudur, autizm spektr pozuntusudur, əqli gerilikdir və yaxud da ki, öyrənmə çətinliyi ola bilər ki, əsasən də inkişaf sferasına daxil olan burası sosial bacarıqlar, nitqdir, öz baxım bacarıqlarıdır, konnektiv, yəni qavrama qabiliyyətlərinə ciddi şəkildə təsir göstərir. Əlbəttə, bu yolda yeriyən bir xüsusi ana olaraq onu da demək istərdim ki, qızlar dünyaya gəldikdə düşündüyüm ilk fikir, mən karyerama necə davam edə biləcəm və bu cür zərif bir uşaqları kimə etibar edib işə çıxa biləcəm. O biri tərəfdən də biz anlayırıq ki, xüsusi övlad dünyaya gəldikdə və yaxud da bizim keysimizdə olduğumuz kimi 2 övlad dünyaya gəldikdə bu o deməkdir ki, bu ailənin üzərinə düşən yük 2-yə yox, hətta belə deyim 10-a, 15-ə qatlanır və belə bu cür şərtlərin altında sadəcə bir valideynin işlənməsi mümkün deyil və bu o deməkdir ki, həm ana, həm ata işləyərək qazanc gətirməlidir ki, bu uşaqlara lazımı olan bütün tibbi reabilitasiyalar, tibbi müayinələr qarşılansın lazımi vaxtda və bu uşaqlar daha hasant cəmiyyətə inteqrasiya oluna bilsinlər. Ümumiyyətlə, belə deyim, xüsusi övladınız varsa,
həm zaman baxımından, həm də maddi cəhətdən çox çətindir. Hələ bu uşaqlar 2 uşaqdırsa, təbii ki, çox çətindir. Amma gözəl bir söz var ki, o hər bir uşağın ruzisini Allah özü verir. Təbii ki, istəyərdim ki, daha necə deyim, daha yaxşının yaxşısını edim. Çünki bilirsiniz, xüsusi uşaqlarla bağlı təlimlər çox həddindən artıq bahadır. Yəni bacardığım qədər çatmağa çalışıram. Zaman baxımından isə deyə bilərdim ki, balansı saxlamaq çox çətindir. Çünki həm tipik uşaqlarım var, həm atipik uşaqlarım var və yaş baxımından da onlar çox fərqlənirlər. Hər birinin öz keçid dövrü var. Məktəbdə oxuyanı var. Bu baxımdan düzdür, biraz çətin olur. Çünki bildiyiniz üzrə Down sindromu çox çətin bir diaqnozdur və demək olar ki, ilk aylarından bu uşaqlar çox saylı bir prosedurlardan keçməlidir, tibbi müayinələrdən keçməlidir və bunların hamısı böyük bir maddi bir gücü, maddi bir güc tələb edən şeylərdir. Eyni zamanda da bu cür təhsil alan bir ananın, atanın, yəni karyeranın dayandırılması nə qədər düzgündür. Burada biz böyük bir komanda işindən danışırıq. Yəni həmin bu ana işləyən zaman onu dəstəkləyən bir ailəsi olmalıdır ki, bunların hamısı həyata keçə bilsin. Biz burada həm ailənin dəstəyindən, həm yoldaşın dəstəyindən danışırıq əlbəttə. Bildiyiniz kimi, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafının dəstəklənməsində bir sıra əlavə terapiyaya ehtiyac vardır və biz ailəvi olaraq Saranın inkişafı üçün müəyyən psixoloji, psixoterapevtik, loqoped və digər mütəxəssislərin köməyindən istifadə edirik. Bu məsələdə mənim ailəm, yəni yoldaşım, anam, bacım, yaxın ailə üzvlərim mənəvi cəhətdən çox dəstək olublar və düşünürəm ki, xüsusi qayğıya ehtiyacı olan övladların valideynləri üçün ən vacib olan məqamlardan biri ailənin dəstəyidir. Həm psixoloji cəhətdən, həm mənəvi cəhətdən bu uşağı yalnız valideynlər deyil, onların ətrafı da olduğu kimi qəbul etməlidir və bu qəbul edilmə prosesi nə qədər tez keçərsə, həmin valideynlərin, onların digər övladlarının və xüsusi qayğıya ehtiyacı olan uşağın təcrübəsi bir o qədər yüngül və rahat keçər. Aydın məsələdir ki, ümumiyyətlə ümumi götürsək, bu kimi ailələrdə, yəni atipik inkişafa malik olan ailələrdə problemlər bənzər olur. Bu bənzərliyini götürsək, bu 3 mühitdə biz bunun çətinliklərini qeyd edə bilərik. Birinci cütlük münasibətlərindən, ailə mühitindən və sosial mühitdə olan çətinliklərdən. İlkin olaraq hər hansı bir atipik məsələlərdə, məsələn, autizm spektr pozuntusundan danışarsa, autizmla bağlı fikir mübadiləsində ana ilə ata heç də eyni fikirli olmurlar. Ana daha həssas, demək ki, münasibət bəsləyir, ata ya səhmahir ya da inkar eləyir. Bu müəyyən bir müddətdə fikir bərabərsizliyi gətirib çıxarır ki, və cütlük münasibətdə də zamanla təsir göstərir və müəyyən konflikt və çaxnaşmalar meydana gətirir və zamanla demək ki, həmin çaxnaşmalar uzaqlaşmağa və ayrılma və boşanma ilə nəticələnir. Bundan əlavə